Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məşda Kanal Marketə yaxın bir ərazidə qapısına qədər asfalt, möhtəşəm həyət evimiz çıxıb. İnşallah satışa həyətin təqdimatını təqdim edirik. Sonra keçəcək evin içərisinin təqdimatını. 5 sot torpaq sahəsinin üzərindədir. Aşağıda bir zal, bir yataq, bir mətbəx, bir sanuzel. Yuxarıda isə 4 otaq və sanuzeldən ibarətdir. Sənəd çıxarışdır. Həyətin, evin sağ və sol hissəsinə rahat bir şəkildə keçidi var və onu da nəzərinizə çatdıraq ki, arxada belə deyək, kombi yerinə qədər və əşya kladovkasına qədər var və həyətdə bisetka hissəsini göstər qardaşım, zəhmət olmasa. Arxadan çək bisetka tam şəkildə qardaşım, rahat düşürsün, izləyicilərimiz izləsinlər. Bisetkanı tam göstər izləyicilərimizə. Həyətdə manqalxanasına qədər var, yay mətbəxinə qədər var. Onu da nəzərinizə çatdıraq ki, dəyərli izləyicilərimiz, əşyasız 215.000 manatdır. Yox, əşya qalarsa 225.000 manatdır. Manqalxanasını göstər, zəhmət olmasa. Və buradan təkrarən eynən ev hissəsini də təqdim elə. Və burada da əlavə yay bisetkası gedir də, pamoymun, kimsəsə bisetka edə bilər. Yay bisetkasını təqdim elə və həyətdə də sanuzeli var. Orada qapı açıq da ola bilər, bağlıdır. Açıldı. Göstər belə qardaşım. Və dəyərli izləyicilərimiz, onu da nəzərinizə çatdıraq ki, həm yola yaxındır, həm qapısına qədər asfalt, həm marşruta yaxın. İnşallah daxil olaraq evin içərisinin təqdimatını, evin içərisini sizlərə təqdim edək inşallah. Sol tərəf verin də yəqin ki. Və fikir verin, qabaq hissədə açıq eyvanına qədər, çalışacaq açıq eyvan hissəsində sizlərə təqdim edək. Və daxil olaraq evimizin içərisinə geniş bir koridordur. Zalını göstərək sizlərə, şəxsi tikilidir. Fikir verin. Böyle zal tam göstər, izləyicilərimiz tam göstərsinlər. Və burada bir yataq otağını göstər qardaşım. Mətbəx hissəsini təqdim edək. Mətbəxə həm böyüklü, həm işıqlıdır, fikir verin. İstilik kombidir. Sanuzellərdə istipaldır. Sanuzel təqdim edir və keçir yuxarı falan təqdimatını inşallah ki, sanuzel aşağıdakı sanuzel olan hissədə böyük bir sanuzel var. Tek qardaşım qalxaq yuxarı. Saatlar açıq eyvanında izləyicilərimizə təqdim edək. Rahat bir şəkildə izləyir. Otaqlar ümumiyyətlə böyükdür, böyük otaqlar. Kiçik otaqlar deyil. Bax bu hissəni göstər, orada sanuzel hissəsi, sanuzel hissəsi göstərək. Buranı təqdim edə qardaşım. İkinci yataq otağıdır, ikinci mərtəbədə olan. Və ikinci mərtəbədə üçüncü yataq otağını təqdim edəcək, zəhmət olmasa. Və dördüncü yataq otağını təqdim edə. Bu da geniş bir formudur və açıq eyvanla inşallah. Gəl açıq eyvandan həyəti bir də çək. Bu izləyicilərimiz rahat izləsinlər. Fikir verin. Ətraflı şəkildə sizə təqdim edir ki, ən azından izləyicilərimiz rahat bir şəkildə izləyə bilsinlər. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşdağa Kanal Market adlanan ərazidədir. Sanuzelini yadınızdan çıxıb üzülü sayın. Sanuzelini təqdim edir sizlərə. Bu ikinci sanuzel hissəsidir. Və buradan da tamamlasaq inşallah yaxşı olar. İzləyicilərimizə çox. Bayırdan deyil, yaxşı. Dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Kanal Market adlanan ərazidə qapısına qədər asfalt və yola yaxın, marşruta yaxın 5 sotdan artıq torpaq sahəsinin üzərində inşa edilib. Evin sağ və sol hissəsinə keçidi var. Həyətdə 2 bisetka, 1 manqal, 1 yay mətbəxi sənəd çıxarışdır. Birinci mərtəbədə 1 zal, 1 yataq,
bir mətbəx, bir sanuzeldən ibarət. Yuxarıda isə 4 yataq otağı, bir sanuzeldən. Səhər təmizlik izlədiyi üçün məşqlərə əməkdaşlara rəhbərlik edirəm sizlərə. Təşəkkürünüzü bildirirəm.